Füzuli şəhərin Xanlar küçəsində yaşamışıq. Xanlar küçəsi dalan 9 ev onun üstə. Bizim bu indiki yaşadığımız yerdən baxanda küçə görünmür, amma qarşı tərəfdən baxanda görünür. Füzuli şəhərin bəlkə də axırıncı tərk eləyənlərdən biri də mən olmuşam. 29 yaşım vardı mən Füzulidən çıxanda. Artıq indi 60 yaşım var. 60 yaşımda burada qeyd eləmişəm. Günü-gündən cavanlaşıram mən. Günü-gündən cavanlaşıram, özümü gümrah hiss eləyirəm, nə fərəh hissi keçirəm. Əlbəttə ki, mən bəlkə də heç xəyalıma, yuxularımda deyirdim ki, görəsən bir nə vaxtsa bir imkan olacaq, heç olmasa o vətəni gelib bir turist kimi gedim, gəzim gəlim. Belə bir şey daha arzuluyordum. Bir də gördüm, deyirdim ki, Allah'ın hatta bir quşdan zaddan olardım. Yeri-yeriyə gedərdim, o küçəni o baş bir gəzərdim. Amma indi artıq Füzuli şəhərin ayaqdan başa bütün günü gəzirəm piyada. Dəhşətli günlər görmüşük. Bu günümüzdə çox şükür. Min şükür. Allah'ımıza çok şükür ki bunu bize qismət elədi, biz qayıtdıq torpağımıza. Deyirdik ki bir məclisimiz olanda Allah o günü qismət eləsin, gələn növbəti bayramımızı Füzulidə keçirdik. Allah balamızın toyunu bize bugün belə qismət edib, o biri balamızın toyunu Füzulidə eləyək. Burada qanı daşlara tökülən şəhidlərin ruhu şad olsun. Körpə balaların qoyub, gözü yaşlı atasının anasını qoyub, evdə əlinin xəstəsini qoyub, gəlib bu torpağı alıb, torpaq üstə çox qanlar tökülür. Allah hamısına rəhmət eləsin. 36 ildir pedaqoji fəaliyyətlə məşğulam, müəllim işləyirəm. Artıq mən pedaqoji fəaliyyətimi 2 ildir burada davam etdirirəm. Mənim üçün çox qürur vericidir, çox gözəldir, çox gözəl hissdir. Ən böyük gözəl hiss odur ki mənim üçün. Mən 1 nömrəli Bünyad Sərdarov adına məktəbi bitirmişdim 87-ci ildə. Bugün isə 1 nömrəli Mirzə Ulubay adına məktəbdə işləyirəm. Yəni məktəbin adı dəyişib. Nömrə həmin nömrədir, məkan həmin məkandır. Birinci qürur mənim üçün odur. İkinci qürur odur ki, hər gün sinifimdən baxanda evimi görürəm. Ən böyük mənim üçün duadır. Hər gün dua edirəm. Allahım şahiddir ki, Allahım çox şükür bu günlərə.